Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Heç fikir veribsizmi ki, dünyada imperializm, dünya imperializminin istəyir qlobal formada, istəyir onların bölgəmizdəki şaxələri, qolları və istəyir də ölkəmizdəki trollarının müxtəlif növ bəhanələrlə, məxsusən də media sahəsində, sosial platformalarda ən böyük hücum etdikləri ideoloji məktəb şiəlik məktəbidir. Görəsən niyə? Bizi izləyənlər yaxşı bilər, bizim bağlanan kanallarımızda bir bəhsimiz var idi. Şiələr kimdir, yoxsa kimdir şiələr? Orada bu məsələyə toxunmuşduq. Bu düşmənçiliyin pərdə arxasını yaxşı anlamaq üçün gəlin əzəli və əbədi bütün varlıq sisteminin həqiqəti olan Həzrəti Həqdən öz kəlamı olaraq nazil olan kitab Qur'an-ı Kərimə nəzər edək bunun cavabı üçün. O Qur'an-ı Kərim ki, insanlıq, ümumiyyətlə varlıq adını almış hər şeyi özünə tabe eləyib və hər şeyin həqiqəti onun içərisindədir. İnsanlar arasında da istənilən səthdə və səviyyədə və dində, milliyyətdə olan insanları özünə heyran buraxıb. Öz ən azı elmi möcüzələri ilə, ən azı. Qur'anda bir ayə var, Bəyyinə surəsinin 7-ci ayəsi. Allah buyurur, Bismillahirrahmanirrahim. İnnellezîne âmenû ve amilussâlihât ulaike hum hayrul bəriyyə. Peyğəmbər həqiqətən də iman edən, öz varlığının həqiqət simi ilə öz həqiqətinə, Allaha bağlananlar və bu imanın potensialından və qüdrətindən, ruhi gücündən bədəninə sirayət etməklə pak əməl edənlər, bunlar yaradılmışların ən üstünüdür. Deyəcəyik, bəriyyə iki cür mənada deyirlər. Lüğət alimləri də, təfsir alimləri də ya torpaq mənasındadır, yəni yer aləmində olanlar və yaxud da ümumi yaradılış, maddi varlıq mərtəbəsində olanlar. Hər halda yaradılmışların ən xeyirlisi və ən üstünü bunlardır. Əhl-i sünnə qardaşların mənbəsində, mötəbər mənbələrində bir neçə hədis var. Bu məsələ ilə bağlı Təfsirut Təbəri, Təbərinin təfsirinin 30-cu cildinin 265-ci səhifəsində belə gətirir ki, bu ayə nazil olandan sonra yaradılmışların ən üstünü Peyğəmbər üzünü döndərdi Həzrəti Əliyə tərəf və buyurdu, Əntə ya Əli və şiətükə. Yəni, ya Əli, sən və sənin şiələrindir Allahın bu ayədə buyurduğu yaradılmışların ən üstünü. Və yaxud da elə təfsiri Təbərinin özündə yenə də bu cür də bəyan eləyir ki, və yaxud da Əd-Durrul Mənsur kitabında təfsiri Təbərinin dediyimiz səhifəsində Əd-Durrul Mənsurun 8-ci cild 589-cu səhifəsində ya təfsiru Əd-Durrul Mənsur 6-cı cild 379-cu səhifə, mən bəzi mənbələri burada həmişə olduğu kimi qeyd etmişəm, ya Xarəzminin Əl-Mənaqib kitabında 62-ci səhifədə Fəslü Tasi' 9-cu fəsildə belə gətirir ki, bu ayə nazil olandan sonra bu ayə barəsində buyurur ki, Fəkənə əshəbu Muhammed sallallahu aleyhi və aleyh İzə əqbələ Ali qalu Qad cəə xayrul bəriyyə.
Bu ayə nazil olandan sonra və Peyğəmbər bu söhbət eləyəndən sonra ki, ya Əli sən və sənin şiyələrin ən yaranmışların ən üstünüdür, səhabələr ondan sonra mod düşmüşdü. Əli əleyhissalam onlara tərəf gələndə deyirdilər ki, həqiqətən də yaranmışların ən üstünü gəldi. Və yaxud da elə Təfsir-i Təbərinin qeyd etdiyimiz cildinin həmin səhifəsində bu ayənin təfsirinin davamında gətirir ki, İnnə aliyyən və şiətəhu hum xayrul bəriyyə, Peyğəmbərin dilindən. Həqiqətən də Əli və onun şiələri yaranmışların ən üstünü və ən xeyirlisidir. Əzizlər, bu Qur'an ayəsi deyir ki, həqiqətən iman edən və imanının gücü bədəninə vurmuş, bədənini ilahi ruhu ilə kontrol edərək ən pak və Allahın rənginə boyanmış əməl edənlər ən üstündür. Ki, Allahın canlı kitabı, Peyğəmbər də ki, Allah onun barəsində buyurur, nə desə mənim sözümdür. O da buyurur ki, ya Əli, bu ən üstünlər, ən paklar Əli və onun şiələridir. Yəni, sən və sənin şiələrindir. Bu Qur'an ayəsinin qarşısında, müqabilində dayanan bir qrup var. Biz istəyirik ki, ölkəmizdə, regionda və qlobal proseslərdə gedin, tarix boyunca qədər baxın, üzərinə müxtəlif düşmənçilik brendləri yapışdırılıb, müxtəlif millətlərə, müxtəlif tayfalara, müxtəlif pisliklərə nisbət verilərək gözdən salınmağa çalışan Müsəlman aləminin içərisində Şiə məktəbidir. Diqqət eləyirsiniz. Bunun da edən, kökündə dayanan, davam etdirəcəyimiz Şiəlik sünnədir bəhsində daha əvvəllər qeyd etmişik və davam etdirəcəyimiz bəhslərdə daha aydın olacaq ki, hansı dırnaqarası müsəlmanlar Peyğəmbərə xiyanət edir və Peyğəmbərdən sonra şeytanın, Qur'anın dili ilə desək, şeytanın yer üzərindəki nümayəndələrinin ayağını, əksəriyyəti fasiq olan Yahudun ayağını İslama açır ki, onlar tarix boyu həm ideoloji baxımdan, həm əməli, praktiki, siyasi, bütün baxımlardan Şiə məktəbi ilə imamlarla mübarizə aparıblar. Çünki onlar Allahın vəliləri, nurları, vəcihi və təcəllisidirlər. Və ilahi insani hakimiyyətin həqiqi haqq sahibləridirlər. İndi baxın, bu ayə buyurur ki, şiələr, Əli və şiələri ən üstünlərdir. Allah Quranda buyurur ki, لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودُ وَالَّذِينَ أَشْرَكُوا. Peyğəmbər mütləq, Allah təkid edir, mütləq və mütləq iman edənlərə qarşı ən şiddətli və çirkin ədavətin sən Yahudda vəllezine əşrəku, o vaxt ki, Əbu Sufyan rejimi, bugün həmin cərəyanın davamı olan Süfyani cərəyanında görəcəksən. İman edənlərin ən şiddətli düşməni özdə ədavətən lilləzinə amənu. İman edənlərin əməli şəkildə ən böyük düşməni bunlardır. Peyğəmbərdən sonraki danışmışıq, şiəlik sünnədir bəhslərimiz, bağlanan kanallarımızda da izləyənlər bilir. Burada da səhv eləmirəmsə bir-iki bəhs etmişik, davam edəcək inşallah. Çox maraqlı bəhslər var. Cərəyana baxın və bugün, elə bax bu günlərdə Trumpın məntəqəyə səfəri, biz dünənki buraxılışımızın da adını da yerləşdirmişdik. Səhvlər, zərgələr tamamilə özünü ayırıb göstərməyə məcburdur. Ələk sürətlənib. Baxın cərəyana, Əhl-i sünnə özünü adlandıran sağmal inək ərəblər və hətta artıq öz xalqları tərəfindən, öz blogerləri tərəfindən, öz bəzi politoloqları, bəzi internet istifadəçiləri tərəfindən də artıq yağmur kimi, yağış kimi internetdə qəbul olunan bir fakt. Sağmal inək olan
ərəblər özlərini əhl-i sünnə adlandırıb, əslində Peyğəmbərin sünnəsi deyil, Peyğəmbərin sünnəsindən əlavə sünnətü şeyxeyni Peyğəmbərin sünnəsinin yerinə qoyanlardır. İlk iki xəlifə, Əbu Bəkr və Ömər ibn Xəttabın Yəhudun ayağını İslama açanların sünnəsini yaşadan, amma adlarını sünnə qoyan, yəni Allah və Peyğəmbərin sünnəsi deyil, Yəhudun ayağını açanların sünnəsini davam etdirən, bugün sağmal inək rolunda olan, Trump'ın qarşısında onqat əyilən ərəblərə baxın, ərəb hakimiyyətlərinə baxın, bölgədə. Allah necə gözəl buyurur? Buyurur ki, iman edənlərə qarşı əməli baxımdan ən böyük düşmənçilik. Yəni, Yahud, Müsəlman adı, hətta brend formasında da olsa razı deyil. Bugünkü siyonizm cərəyanı. Və Süfyaninin mərkəzi Məsihi siyonizminin, evangelizmin böyük şeytan olaraq böyük mərkəzi Amerika. Hətta sünni adı qoyanlarla belə yaxşı keçinmirlər, əməli düşmənçilikləri var. Minib çapırlar sözün həqiqi mənasında. Amma maraqlı fakt var. Bayaqçı ayədə ki, Allah buyurur, İnnellezine amenu ve amilus salihat. İman edən və əməldə bunu göstərənlər ən üstünlərdir. Peyğəmbər buyurur, Əli və Əli şiələridir. Burada Allah buyurur, iman edənlər, heç əməli salih demir, iman edənlərə qarşı, yəni belə deyək, Allahın İslamını qəbul edən hər bir tayfa, hər bir millət şeytanın ən böyük nümayəndəsi Süfyani cərəyanı və Yahudun, evangelizmin və siyonizmin ən böyük qorxusudur deyə onlara iman edənlərə qarşı ən böyük düşmənçilikləri var. Muslim, İslam adı hər kəsin üstündə varsa, bunlara qarşı ən böyük düşmənçilikləri var. Diqqət eləyin. Çünki İslamın sınıq-salxaq forması, xəlifələrdən qalan forması belə bunları qorxudur. Hətta bugün Amerikanın daxilində, zahirdə uşaqlıqdan xaç suyuna çəkilmiş, Avropada xaç suyuna çəkilmiş məsihlər ki, bugün oyanış dalğası çərçivəsində həbs olunurlar zalim diktatorlar tərəfindən, onlar da həqiqətdə özləri dərk etməsə də İslamı qəbul edirlər və çünki İslam insanlıq dinidir və bəziləri araşdırır və zahirdə də İslama tərəf yönəlirlər. Mafiya dünyada xərçəng şişi olaraq, mafiya, evangelizm və onların quduziti siyonizm. İman edənlərə qarşı ən şiddətli ədavə, əməli düşmənçilik bunlardadır. Amma bayaqçı ayədə ki, Əli və şiyələrinə aiddir, Allah nə buyurur? İslam yox. İslamın həqiqəti Əli və şiyələrindədir. Niyə? Çünki buyurmur, İnnellezine amenu fəqət. Buyurur, İnnellezine amenu və amilus salihat. İslamı əməli prinsiplərdə, sosial bəhslərdə, praktiki olaraq sosial, siyasi, hər elmi bəhslərdə əməli şəkildə yaşadanlar ən üstünlərdir. Peyğəmbər də buyurur, bunlar Əli və onun şiyələridir. Gördünüz? Deməli, dünyada şeytan nümayəndələri olan imperializm, İslam adı gəldi, iman adı gəldi, xeyri yoxdur, ən böyük düşməndilər. Amma o İslam və imanı əməli, praktiki formada həyatın hər sektorunda yaşadanlar ən üstünlər, Əli və şiyələridir. Deməli, İslamın adıyla, adından qorxurlarsa, bunun praktikasını yaşadanlarla necə şiddətli düşmənçilik etməlidir bunlar. İndi anlaya bilirikmi ki, ölkəmizdə müxtəlif bəhanələrlə, firqə çoxaldmaqla, massonmerilər kimi, məhdiçilər kimiləri çoxaldmaqla hədəf haradır? Diqqət eləyin, bütün bu çoxalan firqələrin, hətta bir-birinə zahirdə düşmən olmaq istəsələr də qara piyarla məşhurlaşdırılır bunlar medialarda.
Bunların ortaq cəhəti var 2 dənə. 1. Əhl-i Beyt və müqavimət məktəbini qınaq obyektinə çevirmək və düşmənçilik etmək. 2. İsraillə normalizasyonu Azərbaycanın Siyonistə bağlı hökumət və hökuməti idarə edən o məşhur 2 dənə klana xidmət edərək normalizasyonu, İsraillə normalizasyonu göstərmək. Məhdiçi adı ilə gəlib Əhmədül Həsən yalançısı, tarixin ən böyük bəlkə də son dövrün yalançısının adı ilə gəlib müsahibələr verirlər, deyirlər ki, İmam-ı Zaman gələcək İsraillə Fələstini barışdıracaq. Açıq aşkar ən mütəbər xəbərlərə və bu gün gedən proseslərə zidd olan söhbət eləyirlər. Yəni İmam-ı Zaman gələcək 50 min, 60 min qadın, qoca, körpəni bombalayıb çadırlarında belə acından ölən körpələri bombalarla yandırıb Kərbəlalar törədən Yezidin, Bəni Üməyyənin kökünü bağışlayacaq. Məhdi adıyla Azərbaycanda Əhmədül Həsənçilər bunu yeridirlər. Bilirsiniz niyə? Çünki şiəlik, həqiqi İslam, praktiki İslamın nə ölkədə, nə bölgədə, nə dünyada yayılması bunlara sərf etmir heç. Bunların atasını yandırır. Amma oyanış dalğası sürətlə davam edir və hər an o böyük qiyamı gözləməyə dəyər. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.